Salam değerli izleyiciler. Biz bugün sizinle yeni derslik 5. sınıftan adi kesirlerin bölünmesi mevzusundaki çalışmaları izah edeceğiz. Başladıq birinci çalışmadan. Təsvirlərə uyğun bölmə əməlini yazın və qisməti tapın. Deməli, 3 hissəyə bölünür, elə deyilmi? Buranı bir də silək. Deməli, 3 hissəyə bölünür. Biz buradan 3 dənə belə 2 xət seçəcəyik, yəni 3 hissə olsun. Birinci hissə, ikinci hissə və üçüncü hissə olacaq. Deməli, 2-də 1 bölünsün 3 bərabərdir 2-də 1. Baxın, kəsri adi ədədə, yəni natural ədədə bölmək üçün həmin natural ədədə qarşılıqlı tərs ədədə çevirib vurmaq lazımdır. Yəni, özü ilə qarşılıqlı tərs ədədə olan. 3-də 1-in tərsi hansı idi? Daha doğrusu 3-ün tərsi hansı idi? 3-də 1. Ağzında çaşıb deyir. O da bərabərdir. Kəsirlərin vurma qaydasını veririk. Adi kəsir vuranda 2-ni 3-ə vururuq, edəcək 6. 1-i 1-ə vururuq, edəcək 1. Yəni 6-da 1. Növbəti baxırıq, növbəti misala 3-də 2 bölünsün 5. Bunu da 5 hissəyə ayıracaq belə. Birinci, ikinci, dördüncü və 5-ci hissə. Deməli, yazanda da 3-də 2 bölünsün 5 bərabərdir. 3-də 2 vurulsun 5-in tərsi olacaq 5-də 1. Bölmədirsə nəyə keçirdik biz? Vurma əməlinə. İkincidə onun qarşılıqlı tərsinə. O da bərabərdir. 3-ü 5-ə vuranda 15, 2-yi 1-ə vuranda 2. Növbəti misalımız, yəni bunu da bölürük 8 hissəyə əvvəla. Belə böldük. 1, 2, 3, 4, 5, 6, 7, 8. Yazırıq sonra. 5-də 4 bölünsün. Deməli, 5-də 4 bölünsün 8. Bərabərdir. 5-də 4 vurulsun 8-də 1. Bərabərdir. 4 ilə 8 ixtisarında 2. Onda 1. Növbəti misalımıza baxırıq. Deməli, qisməti tapın. Baxın, burada da 4-də 3 2-yə böləndə görürsünüz ki, burada deyil, natural ədəd onunla qarşılıqlı tərs olan ədədlə vurmaq lazımdır. Vurma əməlini çevirəcək. Eynən onun kimi. Cavabı da vurma əməli ilə geri yoxlaya bilərsiniz əmin olmaq üçün. Deməli, biz verək götürək təmiz. Birinci misal 5-də 3 bölünsün 3. Yazırıq biz bura. 5-də 3 bölünsün 3. Bərabərdir. 5-də 3 vurulsun 3-də 1. 3-lər ixtisar edəcək. Qalacaq 5-də 1. Vurma ilə yoxlayan zamanda nə edəcək? Deməli, bölünən, bölən, qismət. Biz bu bölünəni tapanda bölənlə qisməti bir-birinə vurmalıyıq. Yəni 5-də 1 vurulsun 3 bərabərdir 5-də 3. Görürsünüz, geri özü alındı, yəni bölünən alındı. Növbəti 2-də 1 bu çəkək. 2-də 1 bölünsün 4 bərabərdir. 2-də 1 vurulsun 4-də 1 bərabərdir 8-də 1. Sonra 8-də 1-i vuracaqsınız 4-də. 4 ilə 8 ixtisarında 2 qalacaq 2-də 1. Yəni özü alınır. Sonra 6-da 5 bölünsün 2 bərabərdir 6-da 5 vurulsun 2-də 1 bərabərdir 12-də 5. Və 12-də 5-də təsdiqləmək üçün, cavabı yoxlamaq üçün vururuq 2-yə bərabərdir. 2 ilə 12 edəcək, bir də qalacaq 6, o da yenidən 6-da 5. Növbəti sualımız 4-də 3 bölünsün 6 bərabərdir. 4-də 3 vurulsun 6-da 1 bərabərdir. 3-dən 6 keçsə 2, eləyəcək 8-də 1. Sonra 8-də 1-i biz geri 6-ya vursaq bərabərdir. 2 ixtisar keçsək, burada qalacaq 3, burada qalacaq 4. O da eləyəcək geri 4-də 3. Burada buradan yazıram. 7-də
4 bölünsün 7 bərabərdir 7-də 4 vurulsun. 7-də 1 bərabərdir 49-da 4. 49-da 4 gətirib yenidən, yəni 49-da 4'ü biz 7'ye vursak 7 ilə 49 gedəcək, qalacaq 7'də 4. Sonra 8'də 3 8'də 3 bölünsün 9 bərabərdir. 8'də 3 vurulsun 9'da 1 bərabərdir. 9 ilə 3 qısa gedir. Burada qalır 2. Eləyəcək 16'da 1. Geri eləyəcək də. Geri deməli 9'u nəyə vururuq biz? Misal elə deyim. Biz burada qalacaq da doğrusu 2. 8'də 3'ün də eləyəcək 24. Biz 24'də 1'i vururuq 9'a. O da bərabərdir. 3'e ixtisarcısı burada qalacaq. 8 burada qalacaq. 3. 8'də 3. Cevabımız geri alındı. Sonra 3'də 2 bölünsün. Bir də bunu kiçildək. Daha sərgəli başa düşmək üçün. Elə buradan yazsaq yaxşıdır. Deməli 3'də 2 bölünsün 2 bərabərdir. 3'də 2 vurulsun 2. 2'də 1 bərabərdir. 2'lər ixtisar edəcək. 3'də 1. Sonra 3'də 1 vurulsun 2. O da edəcək 3'də 2 yoxlayanda. Növbəti 9'da 4 bölünsün 6 bərabərdir. 9'da 4 vurulsun 6'da 1. Hər iki tərəf 2 ixtisar etsə burada qalacaq 3. Burada qalacaq 2. Edəcək 18'də 2. Bu da bərabərdir. 18'də 2 vurulsun 6. Yəni yeni yoxlayanda burada 3 qalacaq 3'də 2. Biz sadəcə bir texnik səhv elədik deyəsəm. 9'u çabalanda 27 eləyir. Buradan 27. Deməli, hər iki tərəf 3'e ixtisar etsə, burada qalacaq 9, burada qalacaq 2. O da bərabərdir 9'da 4. Növbəti misalımız 3'də 2 bölünsün 8 bərabərdir. 3'də 2 vurulsun 8'də 1 bərabərdir. 2 ilə 8 ixtisar etsə 4 eləyəcək 12'də 1. Sonra yoxlamaq üçün 12'də 1 vurulsun 8 bərabərdir. Böləndə hər iki tərəfin 4'də burada qalacaq 2, burada qalacaq 3, o da eləyəcək 3'də 2. Uşaqlar diqqət elədiksə burada texniki səhvlərimiz oldu. Görürsünüz geri vuran kimi əvvəlki ədəd alınmadı. Amma cavabı düzəldəndə əvvəlki ədəd alındı. Yəni vurmanın bu tərəfləri var. Ola bilər texniki və yaxud da bilməməkdən səhvlər formalaşa bilir. Geri vuran zaman, yoxlayan zaman onu düzəltmək olur. Üçüncü misala baxırıq. Bölümümüzü dəyişək. Deməli, vurma və bölmənin əlaqəsinə əsasən boş xanalara uyğun ədədləri müəyyən edin. Bu 3 bölünsün 4 elə deyilmi? Böyüdək biraz. 3 bölünsün 4. Burada necə olacaq? Yəni 3 vurulsun 4'də 1'dir bu. Bir də 4'də 1'ə vuranda bura gəlir 3 eləyir elə. Yəni 4 məxrəcə 3'də sürətə. Növbəti. Burada 4 vurməməlidir. Yəni 4'lərimiz ixtisar edir. Burada hansı ədəd olmalıdır? 3 olmalıdır. Yəni 3'də 3'ə bərabər olsun. Sonra 5'də 2 bölünsün 2. 1 2'nin nə eləyəcək? O zaman 5'də 2 vurulsun 2'də 1. 2'lər ixtisar edir qalır 5'də 1. Biz buradan yazırıq 5'də 1. İndi 5'də 1 vurulsun 2. 2 sürətə vurulanda qalacaq 5'də 2. Yəni daha doğrusu olacaq 5'də 2. Növbəti misalları keçək.
Burada 2 bölünsün 5'də 2 alır. Belə deyilmi? Biz əvvəl bu hissədən baxaq. 5'i 5'e vuranda, yəni 5'də 2'ni 5'e vuranda 5'lər ixtisarcıdır 2 qalır. Onda 2'ni də biz 5'e bölürük ki, buradan 5'də 2 alsın. Yəni 2 bölünsün 5'də 2 bölünsün 5 əslində 2 vurulsun 5'də 1 deməkdir. Bu səbəbdən də ədəd natural ədəd sürətə vurulacaq. Növbəti sualımız 3'də 1'i 3'ə böləndə necə edirik? Vurulsun 3'də 1 yazılacaq. Belə, o da eləyəcək 9'da 1. Burada yazırıq 9'da 1, 9'da 1 3'ə vuranda 3'lər ixtisarcıdır, qalır 3'də 1. Sonra 6 bölünsün 8. 6 bölünsün 8 əslində məlum ki, kəsir işarəsinə belə yazırıq biz. Amma mövzumuza uyğun olaraq biz bunu yazacaq ki, 6 vurulsun 8'də 1. O da bərabər hər iki tərəf 2 ixtisarcısı burada qalır 3, burada qalır 4. Yəni 4'də 3 edir. 4'də 3. Buraya yazsaq 4'də 3. Hər iki tərəfə 2 ixtisar aparsaq burada qalacaq 2, 2'ni 3'ə vuranda edir 6. Növbəti 9'da 8, 9'da 8'i 4'ə böləndə biz bunu 4'də 1'ə, o da bərabərdir 4 ilə 8'i ixtisarc edir 2, qalır 9'da 2. Burada yazırıq 9'da 2. 2'yi 4'ə vuranda 8 eləyəcək deyə məxrəcdə olduğu kimi qalır. Sonra növbəti baxırıq. Deməli, təsvirlərdə istifadə etməklə cavabı tapın və vurma əməli ilə yoxlayın. Aha. 3'də 1'ə vuranda neçə eləyir? Artıq biz bilirik ki, 3 vurulsun. 3'də 1'in qarşılıqlı tərs ədədi nədir? 3'dür. Bu da edir 9. Sonra da deyir ki, vurma əməli ilə yoxlayın. Yəni 9 vurulsun 3'də 1. 3'lər ixtisar edəcək, qalacaq 3. Görürük ki, həqiqətən geri bu bölünən alındı. Növbəti 2 bölünsün 8'də 1. Yəni biz buraya yaza bilərik 3'də 1, 3'də 1, 3'də 1, 3'də 1 nə qədər eləyir? 3 eləyir. Ümumi 3 səviyyəsində 9 eləyir. Bu orada 10 nəzərə tutur. Yəni damaları da doldurmalı olsa. 2 bölünsün 8'də 1 bərabərdir. 2 vurulsun 8 bərabərdir 16. Yəni bunlar 8'də 1'lərdir hamısı. 2 dəfə 8'də 1'də gördüyümüz kimi elədi 16. İndi biz yoxlasaq 16 vurulsun 8'də 1 bərabərdir. Deməli 8 ilə alıb ixtisar edəcək 2, o da eləyəcək 2. Yəni geri aldıq bu cavab. Növbəti misalımıza keçək. C variantına. Deməli 5 bölünsün 2'də 1. Artıq bilir ki 5 vurulsun 2 deməkdir. O da eləyəcək 10. Yəni bunların hamısı 2'də 1. Və 2'də 1. 2'də 1 üstə 2'də 5 əlində 1. 1'i də 5'də və 1'in də 1 eləyir. Yəni hamısı bu bizə verəcək 5. Yəni 2'də 1, 2'də 1. Artıq buranın öz 1, 2. 2'də 1 üstə 2'də 1 əlində 1 eləyir. Ümumi də 5 verəcək. Və geri yoxlayırıq. 10 vurulsun 2'də 1. Qısa getsə görürük ki geri 5 alındı. Növbəti misalımıza baxırıq. Yəni burada da 4'də 1 olurdu amma 4'ü 4'də 1'ə böləndə 4 vurulsun. Qarşılıqlı tərsi nə olacaq bunun? 4. O da bərabər eləyəcək 16. 16'nı geri yoxlasaq 4'də 1'ə vursaq ixtisar edəcək bərabərdir 4 eləyəcək. Növbəti misalımıza baxırıq. Qisməti tapın, cavabı vurma əməli ilə yoxlayın. Əslində biz bunu bayaqdan edirik. Deməli, birincidə buranı qisməti tapsaq 3 vurulsun, 3'də 5 deməkdir. 3'lər ixtisar edir 5. Sonra 5'i biz vururuq yoxlamaq üçün 5'də 3'ə gəlir çıxır 3. Növbəti 4 vurulsun 2'də 1 edəcək bu. O da bərabərdir 2.
2'ni 2'də 1'ə vursaq, bir dəqiqə 4 vurulsun, 4 vurulsun, yox 4 bölünsündür. Görürsünüz, yoxlayanda usta cavab səhv alınır. Yəni o da eləyəcək 2 vurulsundur, bərabər 8. 8'i vururuq 2'də 1'ə, o da bizə verir 4'ü. Növbəti sual, 2 bölünsün 6'da 5, yəni 2 vurulsun 5'də 6 deməkdir artıq bu. Bu da bərabərdir 12 bölünsün 5. Geri yoxlamalı olsaq, şuraya düzmü yazmışıq bu misal. 12 bölünsün 5 vurulsun 6'da 5. Deməli, 5'lər ixtisar edir, 6 yanında 12 ixtisar edəndə 2. Bəli, biz yenidən 2 aldıq. Sonra Sonra 7 böl yazırıq. 7 vurulsun 4'də 7 bərabərdir 4'də 49. Geri yoxlamalı olsaq 4'də 49 vurulsun 7'də 4. 4'lər ixtisar edir. 49'da 7'yə böləndə 7. Bəli, geri alındı. Sonra qalanın üzərində işləsək 9'u 8, bu necə eləyəcək? 9 vurulsun üstə 8 deməkdir, elə deyilmi? O da eləyəcək 3'də 9 dəfə 8'də 72 yazsaq, sonra bölsək 3'də 72 vurulsun 8'də 3. 3'lər ixtisar edir, 8'dən də 72 bizə geri 9'u verəcək. O birisində bu nə deməkdir artıq? 2 vurulsun 3'də 2. Elə deyilmi? 2'lər ixtisar edir, qalır 3. Belə yazsaq 2 vurulsun 2'də 3 deməkdir. Bunlar ixtisar etsə 3 verəcək. Və biz geri 3'ü vururuq 3'də 2'yə yoxlamaq üçün. Bu da geri 2'ni verəcək. Növbəti. Burada 6 böl 9'da 4 nə deməkdir? 6 böl 9, 4'də 9 bərabərdir. 2'yə bölsək 3, yəni 2'də 27. Biz bir yoxlasaq indi 2'də 27 vurulsun 9'da 4. 9 ilə 27 ixtisar edəcək 3, 2 ilə 4 ixtisar edəcək 2 bərabərdir 6. Demək, doğru yazmışıq. Sonra 8 vurulsun, yəni bu bərabərdir. 8 vurulsun 2'də 3 edəcək. O da bərabərdir 12. Yoxlasaq 12 vurulsun 3'də 2. Buradan ixtisarlar olacaq 4. 4'də bölüb 2 edəcək 8. Yəni bu da öz doğruluğunu tapdı. Növbəti adi kəsirlərin bölünməsi 7-ci çalışma. 7-ci çalışmada bizdən nə istəyir? Qisməti tapın, cavabı vurma əməli ilə yoxlayın. Yenə eyni qayda. Oldu, tapaq. Yazırıq. 7-cidən başlayaraq. 5'də 3 bölünsün 4'də 3'dürsə, biz bunu vurma əməlinə çeviririk. Özlərində qarşılıqlı tərs edəcək. Yəni yazılacaq 3'də 4. 3'lər ixtisar etsə qalacaq 5'də 4. Geri yoxlasaq da 5'də 4 vurulsun. 4'də 3 qalacaq 5'də 3. Görürük ki, düz yazmış. Sonra 3'də 1 vurulsun. Tərs çevirəndə 5'də 6 ixtisar edir. Qalır 5'də 2. Yoxlamalı olsaq da 5'də 2 vurulsun. 6'da 5, 5'lər ixtisar edir. O da bərabər eləyəcək 3'də 1. Çünki 2 ilə də 6 ixtisar edəcək, qalacaq 3. Bu formada indi yenə buradan bir dənə yazaq. Qarşılıqlı tərsini taparaq 3-cü məsələmdə. Üzərində işləyəcəm çox vaxt aparmasın deyə burada. Deməli 4'də 3 vurulsun. 8'də 1 qarşılıqlı tərs 8'dir. 2 bərabərdir 6. Yoxlasaq da 4'də 3 vuruldu. Daha doğrusu 8'də 1. Bunları çevirək. Qaytarıq geri. Aha. Yəni 8'də 1 vurulsun 6 bərabərdir. İxtisar aparsaq 4'də 3 eləyəcək geri. Sonra bu misala baxsaq 9'da 5 vurulsun 6 eləyəcək. 3'ləri getsə 2, 3, yəni 10'da 3 eləyəcək. Yoxlayırıq indi. 3'də
10, daha doğrusu 10 eləyir. 3-də 10 vurulsun 6-da 1. 6 ilə ixtisar aparsaq burada 5, burada da 2 ixtisar böldüyümüzdə burada qalır 3, 3 çarpanda 9. Yəni gəlir cavab 9-da 5 alınır. Bu misala baxsaq 2-də 1 vurulsun 4-də 7 olacaq. Vurmaya çevirdik. Bərabərdir 8-də 7. Yoxlasaq yazırıq 8-də 7 vurulsun 7-də 4. 8-dən də 4 ixtisar edəcək. Qalacaq 2-də 1. Yəni düz yazmışıq. O biri misala baxırıq. 5-də 2. Yenə bunu yapaq. 5-də 2 vurulsun 8-də 11 oldu artıq məlumdur. 8-dən də 2 burada qalacaq 4. Yəni 20-də 11. Gətirib yerində yazsaq 20-də 11 vurulsun 11-də 8 neçə eləyəcək? 11-lər ixtisar edir. 20 ilə 8-i 4-ə böləndə hər ikisini 8-i 4-ə böləndə 2, 20-yi 4-ə böləndə 5. Görürük ki 5-də 2 aldıq. O biri misala baxırıq. 10-da 7 vurulsun 2 eləcək. Elə deyilmi? 2-də 1-in tərsi 2-dir. Ondan 2 5 qalacaq 5-də 7. Bərabərdir 5-də 7. Bir halda ki 5-də 7 eləyir. Onda biz 2-də 1-i vururuq 5-də 7-yə. Bərabər 2-də 5-in 10. Yəni 10-da 7. Düz aldıq. Növbəti misalımıza baxırıq. 3 misalımız qaldı. Onu da bu tərəfdən yazaq. Ağ səhifədə. Dəqiqəli görünsün deyə çalışmayaq. 6-da 5 vurulsun. 3-də 2 bölmək isə vuranda 2-də 3 eləyəcək. O da bərabərdir. 3 ilə 6-da 2 qalacaq 4-də 5. Gəlin indi yoxlayaq. 4-də 5 vurulsun. 3-də 2 bərabərdir. 2 ilə 4 ixtisar edəndə qalır 2. 3-də 3. 6-da 5. Növbəti misala baxırıq. 14-də 1 vurulsun. 6-da 7. 7 ilə 14 ixtisar edəndə 2 qalır 12-də 1. Yəni yoxlayaq düzmü yazdıq. 12-də 1 vurulsun 7-də 6 bərabər. 12 ilə 6 ixtisar edəcək. Burada qalacaq 2. Edəcək 14-də 1. Bəli, bunu da düz yazmışıq. 15-də 7-dir. Vurulsun. 10-da 3-ü yazıram. 3-də 10. Hər iki tərəf 5-i ixtisar edilir. Burada 2. Burada 5-ə bölündə edəcək 5. Yəni edəcək 15-də 7. Görün düzmü yazmışıq. 15-də 7 vurulsun 10-da 3 bərabərdir. 3 ilə 15 ixtisar etsəm burada qalır 5. O da edəcək 50-də 7. Deməli, hardasa səhv yazmışıq. Səhv yazmışıqsa nə edirik? Məsələyə tezdən baxdıq. Deməli, bir sənə qaralıq. 15-də 7 vurulsun 3-də 10. Elə deyilmi? İxtisar aparsaq 5-i. Burada qalacaq 2. Burada qalacaq 3. 3-də və 3-ü neçə eləyəcək? 9. Biz burada qısa etməmişik. 3-də və 3-ün 9, 7-də və 2-nin də 14. İndi bu dəfə yoxlayaq. 9-da 14. 9-da 14-ü də 10-da 3-ə vursaq 3-dən ixtisar edəcək 3. Bunları da 2-yə bölsək. Burada qalır 7. Burada qalır 5. Bu da bərabərdir. 3-də və 5-in 15. 15-də 7. Görürsünüz şərhlər səhv və əslində burada bilərəkdən yol verməyə çalışıram. Düzdür, bunu planlaşdırmamışdım səhvi. Amma səhvlərimiz olduğu təqdirdə geri dönüş edəndə görürük ki, vurma əməlində səhv özünü biruzə verir. Ayrıca maksimum diqqətli olmaq və vurma ilə də yoxlasaq daha yaxşı olur. Növbəti hesablayın və müqayisə edin. 8-ci çalışmada. Yəni 5-də 3-3-ə böləndə artıq bilir ki, bu 5-də 3 vurulsun. 3-də 1 deməkdir. O da bərabərdir 5-də 1. Birinci tərəf 5-də 1-dir. İkinci tərəf də 3-də 1-dir. Yəni şagirdlər surətləri bərabər olan kəsirləri müqayisə edərkən məxrəci kiçik olan kəsir böyük, böyük olan kəsir isə kiçikdir. Burada tərsinədir. Onda 3-də 1 böyük olacaq. Bunu isbat eləmək üçün yəni 5-də 1, bir də 3-də 1 ayrıca yazsaq. Buranı ortaq məxrəci gətiririk. Hər tərəfi 3-ə vururuq. Burada da hər tərəfi 5-ə vururuq.
Yəni, bura eləyəcək 15-də 3, bura eləyəcək 15-də 5. Hansı böyük olur? Məxrəcləri bərabər olan kəsirdən sürəti böyük olan kəsir böyük olur. Görürsünüz ki, cavabımız düz alınır. Növbəti suala baxırıq. 1/3-1. Bu qalsın yadda hələ ki. O birisinin 15-də 2 vurulsun. 8-də 15 deməkdir. Artıq biz bunu bilirik. 15-ləri də bölsək bərabərdir. 8-də 2 bərabərdir 4-də 1. 1/3-1 mi böyükdür? 4-də 1 mi? Bunun tamı 0-dır. Bunun tamı isə 1-dir. Deməli, bu tərəf böyük olacaq. Növbəti misalımıza baxırıq. 5/5-də 1 çıxılsın. 3-də 2 biz bunu vurmaya çeviririk. 4-də 9. Birinci misalımız budur. Bunları buradan söylesək 3, 2 ilə də bölüşəcək. 2. Aha. Yəni edir 5/5-də 1 çıxılsın. Bu 2-də 3 nə deməkdir? 1/2-də 1 deməkdir. Aha. Biz yazırıq. 5-dən 1 çıxanda edir 4. Qalır. Hər tərəfi burada nəyə vururuq? Mən burada vururam 2-yə. Burada da vururam 5-ə. Məxrəcləri bərabərləşdirmək üçün. Yəni 10-da 2 çıxılsın 5. 2-dən 5 çıxa bilmirəm deyə 4/dan birini verirəm. Edir 3/10-da 10 dəfə 1-in 10, 3 dəyişəndə 12. 12 çıxılsın 5 bərabərdir 3/10-da 7. Bu bizim birinci tərəf. İkinci tərəfə baxırıq. 7-də 6 vurulsun 6-da 1 deməkdir burada. O da bərabərdir 7-də 1. İndi burada cavabı alındı 3/10-da 7. Burada cavab alındı 7-də 1. Bunun tamı yoxdur. Yəni 0-dır bunun tamı. Onda 3 olan tərəf. Tamında 3 olan böyük olacaq. Növbəti misalımıza baxırıq. Deməli 2 çıxılsın. Əvvəl mötərizəni C hesablanır. Bilirik 2/2-də 1 çıxılsın 1/2-də 1. Neçə eləyəcək? Ədəd kəsir eynidir. 2-dən 1 çıxır, qalır 1. Bunlar ixtisar gedir də 1. 1 bölünsün 3 nə deməkdir? Yəni elə 3-də 1. Ya da belə yazsaq 1 vurulsun 3-də 1 deməkdir. O da eləyir 3-də 1. İkisində də eyni cavab alır. Buraya edir 3-də 1. İndi 5-də 1 bölünsün 4 nə deməkdir? Yəni 5-də 1 vurulsun 4-də 1. O da eləyəcək 20-də 1. Yenə bayaqki kəsirdən alınmış sürətləri bərabərdir. Sürəti bərabər olan kəsirdən məxrəci kiçik olan kəsir böyükdür. Bu sürət qaydasına aiddir. Məxrəcləri ancaq bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir böyükdür. Sürətdə tərsinədir. Məxrəcdə olduğu kimi belə baxaq. İndi növbəti 9-cu misalımıza baxırıq. 9. Əvvəla burada birinci bölmə əməlini hesablayacaq. İkinci vurma əməlini hesablayacaq. Sonra çıxacaq 3-cü əməlimiz olacaq. Ən sonunda toplayacaq 4-cü əməlimiz olacaq. Yəni 4-cü mərhələdə onu eləyəcək. Birinci hissə isə bölək. Daha doğrusu eləyək. 2-də 1 bölünsün 3. Bu deməkdir 2-də 1 vurulsun 3-də 1 bərabərdir 6-da 1. Sonra ikinciyə bax. 4-də 3 vurulsun 8. Vurma əməlidir. Sadəcə ixtisar aparırıq. O da edəcək 6. Misalımızı köçürsək belə eləyəcək. 2/3-də 1 çıxılsın. Buranı hesabladıq. Neçə elədi? 6-da 1. Üstə gəl. Bu da 6. Bərabər. Deməli, qruplaşdırsaq 6-nı 3-də 1 gələk tam deyə. Bu eləyəcək 8/3-də 1 çıxılsın 6-da 1. Bərabərdir. Biz hər tərəfini burada nəyə vuraq? 2-yə vursaq, buranın məxrəci də 6 eləyəcək. Yəni 8/6-da 2 çıxılsın 6-da 1. Məxrəclər bərabərləşdi, elə deyilmi? Yazırıq onda 8/6-da 2 çıxılsın 1. O da bərabərdir 8/6-da 1. Sonra növbəti misalımıza baxırıq. Burada birinci vurma əməl olacaq. Ən birinci.
mən üzr istəyirəm, mötərizə. Sonra mötərizənin içində bölməyə baxın. Bu ikinci baxış. Üçüncü çıxırıq. Sonra vururuq. Ən sonunda da 8-dən ümumi alınan nəticəni çıxırıq. Başlayaq o zaman. Deməli, mötərizənin içində nəyə baxırıq? 6-da 5 bölünsün, 3-də 2 necə yazacaq? 6-da 5 bölünsün, 2-də 3. 6 ilə 3 çıxsa, getsə burada qalacaq 2, o da edəcək 4-də 5. Növbəti 4-də 5-imiz də öz yerində nədir? 1 tam 4-də 1 deməkdir. Sonra 1 tam 4-də 1-dən nə çıxırıq? 1 tam 8-də 1. Bərabərdir. Tamlarımız getdi, elə deyilmi? Yəni 4-də 1 çıx 8-də 1 nə deməkdir? Buranın hər tərəfi 2-yə vursaq, yəni 8-də 2 çıx 8-də 1, o da bərabər 8-də 1. Mötərizənin içinin 8-də 1 olduğunu tapdıq. Sonra nə ayırırıq? Mötərizənin içini burada vurma əməli var. Yəni sonra vurma əməli. 8-də 1 vurulsun 8, 8-də qısa gedir, qalır 1. Ən sonunda 8-dən aldığımız nəticəni, yəni 1-i çıxırıq. 8 çıxılsın 1 bərabərdir 7. Burada da cavab olacaq 7. Növbəti misala baxırıq. Deməli, burada mötərizənin içinə baxandan sonra 8-də 1-i 6-ya vururuq. Burada mötərizədən alınıbsa bölürük. Sonunda da toplama. Yazırıq 2 tam 2-də 1 çıxılsın 1 tam 4-də 3. Bərabərdir. 2-dən 1 çıxanda yazırıq 1. Qalır 1 tam 2-də 1 çıxılsın 4-də 3. Bərabərdir. 2-də 1-in 2. 3-də 1 gələndə 3. Yəni 2-də 3 çıxılsın 4-də 3. Bərabərdir. Burada hər tərəfini nəyə vuraq? 2-yə vuraq ki, məxrəclər bərabərləşsin. Yəni 6, bu da 4. 4-də 6 çıxılsın 4-də 3 bərabərdir 4-də 3. Deməli, mötərizənin içi neçə elədir? 4-də 3. Bunu yada saxlayın. Yəni 8-də 1 vurulsun 6. Bu hissəndə də vurma ilə yazsaq 4-də 3-ün tərsi 3-də 4. Qruplaşdırma xassəsindən daha rahat hesablayıb bərabərdir. 6 ilə 3 gedəcək 2. 2 ilə 8 gedəcək 4. 4-lər də qısa gedəcək, qalacaq 1. Yəni bu boyda həngamədən çıxdı 1. 4-ün üstə 1 gələndə 4, yəni 4 üstə gəl 1 bərabərdir 5. Növbəti misalımıza baxırıq. Deməli, burada birinci mötərizənin içi birinci mötərizə, sonra ikinci mötərizə, daha sonra bölmə əməli, ən sonunda da toplama əməli icra olunacaq. 1 çıxılsın 3-də 1 bərabərdir 3-də 2. 1 çıxılsın 5-də 1 bərabərdir 5-də 4. 3-də 2 vurulsun 4-də 5. Yəni bu bölmə əməli, yəni bu hissəni biz bölməliyik buna. Böləndə də vurma olacaq və tərsinə. 5-də 4-də 4-də 5 olacaq. Bərabərdir 2 ilə 4 xəsərəcək 2, 6-da 5. 6-da 5 ən sonunda hansı əməli idi? Toplamı. 6-da 5-in üstə 3 gələndə eləyəcək 3 tam 6-da 5. Növbəti misalımıza keçirik. Növbəti məsələdir daha doğrusu. Deməli, stəkanın 4-də 1 litr meyvə şişəsi tutur. 2 litr meyvə şişəsi ilə neçə belə stəkan doldurmaq olar? Biraz kəsir hissə gözümüzə qorxuducu ola bilər. Başa düşmək üçün belə bir misal quraq. Məsələn, stəkan tutaq ki, normalda 200 ml. Elə deyilmi? 100 ml tutur və deyir ki, 10 daha doğrusu 1 litr, yəni 1000 ml şişə üçün neçə belə stəkan lazımdır? Nə edəcəyik? 1000-i 200-ə böləcəyik, olacaq 5. Burada da biz nə etməliyik? 2-ni bölməliyik 4-də 1-ə.
O da bərabərdir 2 vurulsun 1-də 4 bərabərdir 8. Yəni dediyim kimi, burada məsələn 3 olsaydı 3 litr meyvə şirəsi, 6 litr meyvə şirəsini neçə bir stəkana doldurmaq olar deyəndə 6-nı 3-ə bölərsiniz. Eyni qaydada 2-ni böldünüz 4-də 1-ə. Növbəti məsələyə baxırıq. Bu da oxşardır. Hər böyük paketdə 9-2 kiloqram, hər kiçik paketdə isə 15-2 kiloqram sarıkök yığmaq olur. 2 kiloqram sarıkökü neçə belə böyük paketə. Böyük paketimizin tutumu nə qədər oldu? 9-da 2. Ondan biz 3-də 2-ni böləcəyik 9-da 2-yə. Yəni düşünün deyir ki, böyük paketə 5 kiloqram doldurmaq olursa 15 kiloqram sarıkökü neçə belə paketə yığmaq olur? 15-i 5-ə böləcəyik, elə deyilmi? Yəni 3-də 2-ni də böləcəyik biz 9-da 2-yə. Bərabərdir 3-də 2 vurulsun 2-də 9 bərabərdir 2-lər getdi. 3-dən də 9 2-dən qalacaq 3. Birinizdə cavab edir 3. İkinizdə 5-də 4 kiloqram sarıkökü neçə kiçik paketə yığmaq olar? Eyni qayda ilə 5-də 4-ü böləcəyik 15-də 2-yə, yəni 2-də 15-ə vurmaq deməkdir bu. O da bərabərdir buradan 3, buradan da 2, qalacaq 6. Burada da cavab 6 edəcək. İkinci suala baxaq. Bağban gül kollarını aralarında 4-də 3 metr məsafə saxlamaqla bir sırada əkdim. Əkilən birinci və sonuncu kolun arasında məsafə 12 metr oldu. Deməli, bir sırada əkib elə deyim, tutaq ki, buradan bura qədər gül kolları əkdim. Bu birinci ilə ikinci gül kolu arasında. Burada məsafə nə qədərdir? 4-də 3. Sonra ikinci ilə üçüncü arasında eyni qayda ilə 4-də 3. Eynən bu formada elə bil aparır belə. 4-də 3, 4-də 3 və əkilən birinci və sonuncu kolun arasında məsafə 12 metrdir. Deməli, ümumi 12 metrdirsə, nə edəcəyik biz? 12-ni bölürük 4-də 3-ə bərabər edir. 12 vurulsun 3-də 4. Buradan qalır 4 edir 16. 16. Birinci və sonuncu